Salam değerli izleyiciler, herkes hoş gördük. Deməli, sizə bir önemli bir inceleme eləmək istəyirəm. Çoxdandır ki, bu kanalımızda video paylaşmırıq. Bilirsiniz ki, vaxtımız yoxdur. Bəzən Samir Usta kanalında videolar paylaşırıq və axırıncı videomuz Samir Usta kanalında o oldu ki, mənim bundan qabaqki Hyundai Santa Fe 2009-cu il və indiki 2018 bu avtomobildə tormuz problemi vardı. Bildiniz ki, mən işləmədiyimə görə, avtomobil sahəsindən biraz aralaşdığıma görə mənim öz alətlərim və sexim olmadığı üçün digər ustaların yanına gedirdim və o termoznoy disklərin vibrasiya vermə problemi aradan qalxmırdı və axırıncı videomuzda Samir Usta kanalına keçib baxa bilərsiniz. Orada mən bunu həll elədik. Mən bunu həll elədim və dərdini tapdıq və ustalar orada sağ olsunlar dəyişdilər, düzəltdilər. Deməli, mən burada əsas məsələ qısa nəyi demək istəyirəm. Bu tormuz disklərinin təzə qoysaz belə sonradan problem yaranma səbəbi nədir? Səbəblərdən biri budur ki, siz hansısa bir yol gedirsiniz, ayağınız tormuzda, qabağınız avtomobil çıxır, tramplin çıxır, poliçeski çıxır, hər nə çıxırsa çıxır, tormuzu basırsınız, termozol disklər qızır. Və siz hansısa da bir görməsədən çuxurdan keçərkən, yağışlı havada tormuz verərkən və yaxud da indi əsas məsələ ən önəmlisi olanda moykaya gedirsiniz. İndi mən hal-hazırda avtomobilləri aparıram moykaya. Baxın, gəldim moykaya. Burada kameranı çevirə bilmirəm. Baxın, gəlmişəm moykaya. Mən gələndə artıq tormuzdan az istifadə eləməyi nəzərə aldım ki, termozol disklər qızmasın və mən dərhal gəlib burada avtomobili qaldıraramsa da, hələ ki burada görürsünüz zanitdir, yəni ki məşğuldur bokslar, yəqin ki yer yoxdur və siz birdən-birə gələrsinizsə də gəlib burada deyək ki, harasa bir 5 kilometr, 10 kilometr gəldiniz, ayağınız tormuzda dayandınız, işıqforda dayandınız, termozol disklər qızıb gəlib burada avtomobili qaldırırsınız, yuan kimi köpük vururlar, fərqi yoxdur, su vururlar, termozol disklər başlayır, təzə də olsa belə əyilir. Yəni bunu diqqətinizdən qaçırmayın və sizin üçün qısa bir önəri idi ki, video biləsiniz ki, termozol disklərin sıradan çıxmağının səbəblərindən biri də budur.